Gelin bütün mescitlere minlərlə zaman oturur ama bazılarının başına atırlar. Ne gelip oturur? Yalan danışır o şəxslər ki, deyirlər biz Kərbalada İmam Hüseyni müdafiə edərdik, bugün hicab müdafiə etmirlər, bugün gizlənirlər. Yalan danışırlar. Hicab bizim namusumuzdur. Çox aşkar cəmaatın haqqı əlindən alınır, hamı da susub sanki elə bu cürdə olmalıdır. Hicabın bizim namusumuzla əlaqəsi vardır. Hicab yəni ana, kızımız, bacımızın başına bağlanan yaylıq, onun namusudur, bizim namusumuzdur. Hicab qadının öz ətrafına çəkdiyi tikanlı bir məftildir. Deyirlər ki, hicab əxlaq meyarı deyil. Bugünləri Müslüman kızları mektepte uniformanı davardırlar, mektepli geyimli sana davardırlar. Ama burada Yahudi mektepleri hamdolada başlarında olan sözlerine münasip araksın ne de onunla gelirler mektebe. Məktəblərdə əgər islahatlara başlamaq istəyirsinizsə, niyə mobil telefonları yığışdırmaqdan başlamırsınız? Niyə şalvar geyimindən başlamırsınız? Yoksa Azerbaycanlı kızlar mı, Müslüman kızlar mı, öz ballarını söylemek istiyor. Bu mümkün değil. Öz evladına istiqamət verə bilmədiyin halda cəmiyyətə bu qədər millətin evladına nə cür istiqamət verəcəksən? Yəni, bunları da o öz evladının payı etmək. Heç kim özünə cəsarət verə bilməz ki, durub bugün Azərbaycanda bizim hicabımıza varmaqdır. Hicab barəsində deputat danışır. O hələ öz sahəsində onun o qədər problemləri var ki, həll etməyə ağlı çatmır, savadı çatmır. Ne yiyeceksiniz size? Öldüreceksiniz. Ne yiyecekse evde, ne yiyecekse polis bölmesi, ne yiyecekse polis yolunma, ne yiyecek? Həmd olsun Allah'a, həmd olsun Allah'a ki, bizim bugün o gücümüz vardır belə məlunların, Siyonistin nümayəndələrinin, Siyonist nökərlərinin qabağında duraq və öz haqqımızı müdafiə edək. Xanım Zəhranı müdafiə edək. Biz lazım olarsa Kərbala məktəbini burada göstərəcəyik Allah'ın. Eğer biz zindandan kopsak, eğer biz değnekten kopsak, eğer biz şehadetten kopsak, eski Kərbalanın əhrin belə duymamışıq etdirimiz. Nə qədər nəfəsimiz var, icazə verməyəcək. Nə qədər nəfəsimiz var, icazə verməyəcək. Son damla qan axıb qutarar bədənimizdən, ondan sonra onda da Allah'a tapşıracaq onları da. İnşallah Allah'ın köməyi ilə öz cavabını alacaqlar. Necə xanım Zəhra məscidin sökülməsi məsələsində cavabını aldılar. Və yəmkuruna və yəmkurullah vallahu xayrun. Onlar tədbir görürlər, Allah da tədbir görür. Allah'ın yaxşı bəndələri vardır, Allah'ın yaxşı möminləri vardır. Onlar öz imanlarını ortaya qoyacaqlar. Qutardı.